Salam dostlar, olimpiyada çalışmalarımıza devam edirik. Deməli, bu günləri həndəsədən çox gözəl bir üç sualından sizə fundamental bazanı mükəmməlləşdirmək üçün düzbucaqlı üçbucaq bərabər yanlı üçbucağa aid sadə bir sual izah edəcəyəm. Şəkildə gördüyünüz kimi ABC düzbucaqlı üçbucağı var. BDC bərabər yanlı üçbucağı var. Və yenə də DKS düzbucaqlı üçbucağı var. Bizdən DK-nın neçə santimetr olduğunu istəyir. Bizə verilənləri zaten şəkillərdə görürsünüz. Yenə xatırladım ki, mən sürətli bir şəkildə hər bir mövzuya aid nümunəvi suallardan izah edəcəyəm. Ondan sonra hissə-hissə mövzu anlatımlarına yavaş-yavaş keçəcəm. Onsuz da əsas ağırlığımı 8-10 dənə ağır mövzular üzərinə, yəni Respublika fənn olimpiadalarına doğru aşağı və yuxarı yaş qruplarına görə video çəkimlərimizi davam etdirəcəyəm. Burada aydındır ki, biz DBS üçbucağında, bunu bir dənə rəngini dəyişim. DBS üçbucağında biz D təpə nöqtəsindən bir dənə hündürlük endirsək, DKC üçbucağında kişi kimi görsənsə də, hündürlük endirsək, nə olmuş olacaq? DH ABS-nin orta xətti olmuş olacaq. Niyə? Ona görə ki, yəni buna 8 bu başdan yazın. Çünki DBS bərabər yanlı üçbucağında oturacağı çəkilmiş hündürlük həm median, həm də tənböləndir. Median olunca istər-istəməz DH ABS-nin orta xətti olmuş olur. İndi DH DKS üçbucağında Evklid teoremini bizə kömək edəcək hündürlük, proyeksiya KH, KHC mənasında. Bir də DH, DBS-nin həm median, həm tənbələn, həm hündürlüyü olacaqdır ki, bu teoremləri zaten aşağı sinifdən bilirsiniz. Bunları mən mövzu anlatımı onsuz da çəkəcəyim. İndi şagirdlər, nə eləmiş oluram mən? Əgər mən buraya KH-a bir dənə A desəm, HC 12 üstəgəl A olar. Niyə? Çünki dedik axı DBS üçbucağında həm median, həm tənbələn, həm hündürlüyüdür. 12 plus A, 12 plus A. DKC üçbucağında bu şəkildə yazım mən elə. Bu üçbucaqda Evklid teoremini tətbiq etsək, yəni 8-in kvadratı bərabərdir A vurulsun A plus 12-yə. O da bərabərdir 64-ə. Aydındır ki, kvadrat tənlikdən, diskriminantdan A'nın 4 olduğunu görmüyorlar. Bunu şahit olsa görmüyorlar. 4 vurun 6 64 veya diskriminant veya vurguların harmiyle özünüz görebilirsiniz. A'nın 4 olduğunu gördükten sonra bizden 4'ü yazıram buraya. Bizden aydındır ki DK'nı istəyir. Bu da Pifagora göre ne olacaktır? DK kvadrat beraberdir. 4'ün kvadratı üstə gəlinsin 8'in kvadratı yani 80. DK'da ne olacaktır? Kök altında 80 yani 4 kök altta 5. Yəni deyə bəndi. Növbəti çəkilişlərimizdə cəbir həndəsə bu şəkildə davam edəcəyəm. Mövzu anlatımları inşallah irəliləyən zamanlarda sizə təqdim edəcəyik inşallah.